İkinci hissə: valideyn övlad məhəbbəti. Mərhəmətli tale dünyaya gələn körpəni anasından ayrılması və bətin daxili həyatın bitməsi ilə bağlı həyəcandan mühafizə etməsəydi, bu körpənin ölüm qorxusu güclü və qaçılmaz olardı. Elə doğulduqdan sonra da körpə ana bətnində olduğu dövrdəki halından çox da fərqlənmir. O hələ özünü, ona əhatə edən əşyaları, özünə nisbətən ətraf aləmi və s. dərk etmir. Hələlik o sadəcə səmimi sevgi və qidadan xoş təəssürat alır və bu təəssüratın mənbəyi sandığı anasından ayırmır. Ana ilə vəhdət elə qida, səmimi sevgi, məmnunluq və təhlükəsizlik hissindən irəli gələn eyforik vəziyyətdir. Freudun terminologiyasında bu vəziyyət narsizm kimi qiymətləndirilir. Ətraf aləm, insanlar və əşyalar onun orqanizminin daxili vəziyyətdə müsbət və mənfi təsir göstərdikləri üçün məna kəsb edirlər. Gerçək yalnız mənim daxilimdəkidir. Mənim xaricimdə olanlar isə şəxsi keyfiyyət və başqalarının ehtiyaclarına yox, yalnız mənim ehtiyaclarıma aidiyyət olduğu üçün gerçəkdir. Uşaq böyüyüb inkişaf etdikcə ona əhatə edən hər şey olduğu kimi qəbul etməyi öyrənir. Tədricən körpə öz susuzluğunu, onu söndürən südü və anasını müxtəlif varlıqlar kimi qavramağa başlayır. O həmçinin bir çox başqa şeyləri də əlahiddə varlıqlar kimi qəbul etməyi öyrənir. Bununla yanaşı onların adlarını öyrənir. Eyni zamanda bu əşyalarla davranmağı da öyrənir. Ona məlum olur ki, alov istidir və ağrıya səbəb olur. Ananın hərarəti ilıq və xoşa gələndir. Ağac bərk və ağırdır. Kağız yüngüldür və cırıla bilər. O, insanlarla rəftar etməyi öyrənir. Körpəyə aydın olur ki, o yeyəndə anası gülümsəyəcək. Ağlayanda onu qucağına alacaq. Altı təmiz olarsa, anası onu tərifləyəcək. Bütün bu həyəcanlar kristallaşaraq mən sevimliyəm kimi bir xülasədə birləşir. Mən anamın oğlu olduğum üçün sevilirəm. Mən köməksiz olduğum üçün sevilirəm. Mən çox gözəl və heyranlığa layiq olduğum üçün sevilirəm. Anam üçün gərəkli olduğum üçün sevilirəm. Bütün bunları belə ümumiləşdirmək olar. Mənim mövcud olduğum üçün və ya daha dəqiq desək, mən varam deyə sevirlər. Ananın səni çox istəməsi həyəcanı passivdir. Mən sevilməyim üçün heç nə etməməliyəm. Ana məhəbbəti şərtsizdir. Məndən tələb olunan yalnız var olmağım, onun övladı olmağımdır. Ana məhəbbəti xoşbəxtlik və rahatlıqdır. Buna layiq olmağa və ya əldə etməyə çalışmağa ehtiyac yoxdur. Lakin ana məhəbbətinin şərtsizliyində mənfi cəhətlər də vardır. Ona nəinki layiq olmaq gərək deyil, ona nail olmaq, onu yaratmaq, onu idarə etmək mümkün deyil. Bu məhəbbət varsa xoşbəxtlikdir. Yoxdursa, sanki həyatın bütün füsunkarlığı qeyb olub gedir və bu məhəbbətin yaranması üçün artıq əldən heç nə gəlmir. 8, 5, 10 yaşında kiçik uşaqların əksəriyyəti üçün sevilmək problemi ona görə müstəsnadır ki, onlar üçün var olduqlarına görə sevilmələri mühümdür. O yaşa qədər uşaq özü hələ sevməyi bacarmır. O yalnız ona qarşı olan məhəbbətə minnətdarlıq və sevinclə cavab verir. Bu yerdə meydana yeni bir səbəb çıxır. Uşaq öz hərəkətləri ilə məhəbbət doğurduğunu anlamağa başlayır. Həyatında ilk olaraq uşaq atası və anasına nəyisə bağışlamaq istəyinə düşür. Məsələn, şeir söyləmək və ya bir rəsm çəkmək. İlk dəfə məhəbbət məfhumu onun aləmində sevilməkdən sevməyə, məhəbbət yaratmağa doğru dəyişir. Bu başlanğıcdan məhəbbət hissinin yetişməsinə qədər uzun illik bir yol var. Zaman keçdikcə, bəlkə də yeniyetməliyə doğru irəlilədikcə uşaq egosentrizmə üstün gəlir və beləliklə də başqalarının ehtiyaclarının ödənilməsi vasitəsi kimi görünməkdən əl çəkir. Başqa adamın ehtiyacları da onun üçün önəm kəsb etməyə, hətta öz ehtiyaclarından daha önəmli olmağa başlayır. Beləliklə, vermək, əldə etməkdən daha xoşa gələn, sevmək sevilməkdən daha önəmli olmağa başlayır. Sevərək o, narsizm və egosentrizmin nəticəsi olan tənhalıq və təcrid olunma əsarətindən azad olur. Onun üçün yeni olan birləşmə, şəfqət və birlik hissləri duymağa başlayır. Bundan əlavə o anlayır ki, sevilən zaman əldə edə biləcəklərindən asılı olmaqdansa, sevərək öz məhəbbəti ilə məhəbbət yaratmaq iqtidarındadır.
Uşaq məhəbbəti mən sevildiyim üçün sevirəm prinsipinə söykənir. Yetkin məhəbbətin əsasını mən sevdiyim üçün sevilirəm prinsipi təşkil edir. Yetişməmiş məhəbbət sən mənim gərəyim olduğun üçün səni sevirəm. Yetişmiş məhəbbət isə sən mənə səni sevdiyim üçün lazımsan kimi ifadə olunur. Məhəbbət obyektinin inkişafı sevmək bacarığının inkişafı ilə əlaqədardır. Anadan olmasının ilk ayları və illəri uşaq çox sıx şəkildə anasına bağlı olur. Bu bağlılıq uşaq hələ ana bətnində olarkən onların iki ayrı-ayrı varlıq olmalarına baxmayaraq vahid birlik təşkil etdikləri zamandan başlayır. Bəzi məsələlərdə doğuluş vəziyyəti dəyişdirir. Lakin bu dəyişiklik göründüyü qədər də çox olmur. Körpə bətindən kənar həyata daxil olmasına baxmayaraq hələ də tamamilə anasından asılıdır. Lakin günlər keçdikcə o daha müstəqil olmağa başlayır. Yeriməyi, danışmağı, ətraf aləmi tanımağı öyrənir və beləliklə də onun anası ilə əlaqəsi məlum dərəcədə həyatı önəmini itirir. Əvəzində isə ata ilə münasibətlər daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Anadan ataya doğru baş verilən irəliləyişi anlamaq üçün ana və ata məhəbbəti arasındakı əhəmiyyətli fərqi nəzərə almaq gərəkdir. Ana məhəbbəti haqqında xeyli danışılıb. O təbiətinə görə qeyri-şərtsizdir. Ana öz körpəsini onun hansısa ehtiyaclarını ödədiyi və ya ümidlərini doğrultduğu üçün yox, övladı olduğu üçün sevir. Mən heç də demək istəmirəm ki, hər bir ata və ana övladlarını məhz o cür sevirlər. Mən onların şəxsiyyətində təzahür edən atalıq və analıq başlanğıcını nəzərdə tuturam. Qeyri-şərtsiz məhəbbət nəinki uşağın, istənilən adamın ən güclü arzularından biridir. Digər tərəfdən hansısa yaxşı cəhətlərinə, məhəbbətə layiq olduğuna görə sevilirsənsə, birdən mən sevgisini qazanmağa çalışdığım insanın gözündən düşərəm və sair bu kimi şübhələr yaranır. Məhəbbətin yox olması qorxusu peyda olur. Bundan əlavə qazanılmış məhəbbət həm də ona görə acınacaqlı hisslər yaradır ki, sən özün olduğun üçün yox, kiminsə xoşuna gəldiyin üçün sevilirsən. Biraz da dərin getsək, heç sevilmirsən, istifadə olunursan. Təəccüblü deyil ki, uşaqlıq yaşlarında olduğu kimi, böyük yaşlarından sonra da insan ana məhəbbətinə daim ehtiyac duyur. Ana məhəbbəti bir çox uşaqların payına düşür. Böyük adam üçün bu istəyin ödənilməsi daha çətin olur. Nisbətən əlverişli inkişaf şəraitində bu istək normal şəhvani məhəbbətin bir hissəsi olmağa, çox zaman dini, daha əksər hallarda isə nevroz formasında təzahür etməyə başlayır. Ata ilə münasibətlər tamamilə başqa cürdür. Ana bizim üçün doğma evimiz, təbiət, torpaq, dəryadır. Atanı isə belə bir təbiət sığınacağı kimi təsvir etmirik. Anadan olmasının ilk illərində atanın uşaqla bağlılığı nisbətən aşağı olduğu üçün onun dəyəri ananın dəyəri ilə heç müqayisə belə olunmur. Lakin atanın uşaq üçün təbiət aləmini təsvir etməməsinə baxmayaraq insan varlığının başqa tərəfini, fikir aləmini, öz əlləri ilə düzəldilən əşyalar, qanuni və nizam-intizam, səyahət və macəra aləmini təsvir etməsi də danılmazdır. Uşaq üçün bu aləmə yolu məhz ata açır. Atanın bu funksiyasına sosial-iqtisadi inkişafla bağlı başqa funksiya da uyğun gəlir. Xüsusi mülkiyyət yaranandan və atadan miras olaraq oğullarından bir-birinə keçməsi məsələsi irəli sürüləndən bəri ata mülkiyyətinin bütün mirasını etibar edə biləcək, ona inamını və məhəbbətini qazana biləcək oğula keçməsini istədi. Təbii ki, bu oğullardan ən layiqlisi atanın özünə oxşayan və ona görə də ən sevimlisi idi. Atanın məhəbbəti müəyyən şərtlərlə əlaqələndirilmiş məhəbbətdir. Bu məhəbbət sən mənim ümidlərimi doğrultduğun, oğul borcunu ödədiyin, məni oxşadığın üçün səni çox istəyirəm. Səni sevirəm prinsipinə söykənir. Şərtləndirilmiş ata məhəbbətinin şərtsiz ana məhəbbətində də olduğu kimi öz mənfi və müsbət tərəfləri vardır. Mənfi cəhət ondan ibarətdir ki, ata məhəbbətini qazanmaq gərəkdir və əgər ümidlər doğrulmasa, onu itirmək mümkündür. Ata məhəbbətinin təbiəti ilə qurulub ki, burada itaət və ən yüksək ləyaqət və savab, itaətsizlik isə ata məhəbbətinə məhrum etməklə cəzalandırılan ən böyük günah sayılır. Lakin bu məhəbbətdə müsbət cəhəti də böyük önəm daşıyır. Əgər ata məhəbbəti müəyyən şərtlərlə yaranırsa, mən onu qazanmaq üçün nəsə etməklə ona nail olmağa çalışıram.
Ana məhəbbətindən fərqli olaraq ata məhəbbətini idarə etmək mümkündür. Ata və ananın uşağa dair mövqeləri onun tələbatlarına cavab verir. Körpə fizioloji olduğu kimi psixi cəhətdən də qeyd-şərtsiz ana məhəbbəti gərəkdir. 6 yaşdan sonra isə uşaq ata məhəbbətinə, onun nüfuz və idarəçiliyinə ehtiyac duymağa başlayır. Ananın vəzifəsi uşağın həyat təhlükəsizliyini təmin etmək, atanın vəzifəsi isə onu öyrətmək, doğulduğu cəmiyyətin uşaq qarşısına qoyduğu müxtəlif məsələlərin həllində yardım edərək, onu istiqamətləndirmək və s. İdeal halda ana məhəbbəti uşağın böyüməsinə əngəl olmağa cəhd etmir. Onun asılılığının davam etməsinə qarşı olur. Ana möhkəm olmalı və öz hədsiz narahatlığından uşağı da sirayət etməsinə yol verməməlidir. Uşağın müstəqil olub tədricən ondan ayrılmaq istəyi ananın həyatının bir hissəsinə çevrilməlidir. Ata məhəbbəti prinsip və ümidlərlə idarə olunur. O amirənə və vahiməli yox, daha çox aram və təmkinli olmalıdır. Bu məhəbbət böyüməkdə olan uşağa özünə əminlik və güvən hisslərini artırmalı və zamanla atanın yardımı olmadan da şəxsi qərarlar verməyi təmin etməlidir. Yavaş-yavaş yetkin insan elə bir vəziyyətə düşür ki, özü üçün həm ana, həm də ata olmalı olur. O ata və ana şuurunu sanki özündə birləşdirir. Ana şuuru heç bir səhv hərəkətin, heç bir cinayətin, günahın sənin mənim məhəbbətimdən məhrum etmək gücündə deyil. Mən daim səni sevəcəm. Ata şuuru isə sən səhv hərəkət etdin. Bu səhvinin məlum nəticələri ilə barışmaq məcburiyyətindəsən. Ən əsası isə mənim səni sevməyimi istəyirsənsə, bu davranışını dəyişdirməlisən deyir. Yetkin insan ata-ana zahiri varlığından azad olur. Onların obrazını öz daxilində yaradır. Lakin Freudun super ego konsepsiyasından fərqli olaraq, o, öz daxilində valideynlərin obrazını özünün bir hissəsi olaraq deyil, ana şuurunu özünü sevmək bacarığı, ata şuurunu isə öz dərraki və əxlaqi hisslərinin təcəssümü olaraq yaradır. Bundan başqa daxilindəki ata-ana obrazlarının bir-birinə zidd olmasına baxmayaraq, böyük adam həm ata, həm də ana məhəbbəti ilə sevməyi bacarır. Əgər o, özündə yalnız ata şuurunu qoruyub saxlasaydı, qəddar və insafsız olardı. Əgər yalnız ana şuuruna söykənsəydi, onda dəyərləndirmə bacarığını itirərək həm özünün, həm də başqalarının inkişafına əngəl törətmiş olardı. Ananın ətrafında cəmləşən bağlılıqdan atanın ətrafında cəmləşən bağlılığa doğru atılan bu addım və bu bağlılıqların tədricən birləşməsi mənəvi sağlamlığın əsasını qoyaraq yetkinliyə doğru yol açır. Bu inkişafın normal gedişatından kənara çıxma nevrozların əsas səbəbini təşkil edir. Bu kitabda həmin ideyanın təfərrüfatı ilə açmaq fikrində olmasaq da, ona qısa bir açıqlama verməyi düşünürük. Nevrotik inkişafın mühüm səbəblərindən biri oğlan uşağının məhəbbətlə dolu, lakin həddən artıq təkəbbürlü və hökmran anasının və zəif təbiətli laqeyd atasının olması da ola bilər. Bu halda o, anasının erkən bağlılıq mərhələsində yubanaraq, anasından asılı olan bir insana çevrilə bilər. Beləliklə, uşaq özünü gücsüz və aciz hiss edəcək. Onda daim əldə etmək, mühafizə olunmaq və qayğı obyekti olmaq kimi mənimsəmə tipli meyillər üstünlük təşkil edəcək. Bu cür insanda təşkilatçılıq, müstəqillik, öz həyatını idarə etmə qabiliyyəti və s. bu kimi ata xüsusiyyətləri müşahidə olunmayacaq. Böyük ehtimalla o hər kəsdə anasını axtaracaq, istər qadınlarda, istər də tabi olduğu kişilərdə. Digər tərəfdən əgər ana soyuqqanlı, laqeyd və hökmrandırsa, uşaq ana himayəsində olan ehtiyacı ya atasına, ya gələcəkdə onun obrazlarına, ya da sırf qanun, intizam və nüfuz prinsiplərinə söykənən ata orientasiyalı, şərtsiz məhəbbət gözləməyi və əldə etməyi bacarmayan bir şəxsiyyətə çevrilə bilər. Ananın soyuqqanlılığı oğluna çox bağlı olan atanın avtoritarlığı ilə şiddətlənirsə, bu istiqamətdə inkişaf daha asanlıqla baş verir. Bütün bu nevrotik inkişaf tiplərinə xas olan cəhət odur ki, iki mənşədən ata və ya ana mənşələrindən biri inkişaf edilməmiş qalır. Daha ağır nevroz zamanı isə onun üçün həm başqalarına, həm də şəxsiyyət daxilində özünə nisbətdə ata və ananın rolları bir-birinə qarışır. Daha əsaslı tədqiqat göstərir ki, müntəzəm təkrarlanan əsəb vəziyyətləri tipli bəzi nevrozlar əksər hallarda ataya bir tərəfli bağlılıq əsasında,
İsteriya, alkoqolizm, özünü təsdiqdə və həyata real yanaşmada acizlik, həmçinin depressiyalar isə anaya bir tərəfli bağlılıq nəticəsində inkişaf edir.